Kətli günlər də gedir. Bugün fikirləşirdim artıq gör neçə gün az qaldı Ramazanımıza. Həyif bu aydan. Həyif ki, asasa bizi tərk edir. Bizən elə bil hansı ərəfələr oxşayır, o bir nəfəri çox istəyirsən, görürsən o saata baxır, nə bilim, durur, oturur, deyirsən, getmək istəyirsən. Deyir, həndə deyir, bəlkə biraz oturasan. Elə bir bu ay, elə belə vəziyyətdə də. Çoxu gedib, elə bir asası getmək istəyir. Təki bizdən razı olsun. Bizdən narazı olmasın bu ay. Bu ay canlıdır da. Bu ay bizdən kaş razı olaydı, deyəydi, çox sağ ol. Çox sağ ol. Özü qonaq kimi apara bildin. Ədəbli oldun. Gedir də bu ay. Yaşlılar da otursun, ömrü haqqını düşünsün. Cavanlar da düşünsün. Mən Şeyx Səduqun Əmali kitabında gördüm. Şeyx Səduq da böyük şəxsiyyətlərdən biridir də. İmam Zamanın duası ilə dünyaya gəlib. Atası xəbər göndərmişdi imama. Belə bir şəxsiyyət. Onun bir kitabı var, Əmali. Orada oxudum bunu, bu hədisi. Bir qoca idi, gəldi, Peyğəmbərlə görüşdü, yaşdaşmışdı. Adı Şeybədir, gəldi, yaxınlaşdı. Ya Rasulallah, mən daha əvvəlki vaxtlar kimi namazı, orucu o cürünə də, məsələn, müstəhəbbi namazlarda qıla bilmirəm, uzada bilmirəm. Hatta artıq o cürünə deyiləm də, əvvəlki vaxtlarım getdi. Bir vaxt o cür bizdə elə olacağa, indi o enerjili vaxtlarımızda elə bilir, elə belə də geyəcək, belə getməyəcək. Ya Rasulallah, sənə bir dənə qurban olum, mənə bir dənə elə bir ibadət dinən, elə bir söz dinən ki, bu qədər ki, çox ibadət eləmirəm, o əvəzləsin də, Peyğəmbər bir dənə dedi bu cümlələri. Bir də danışdı. 3 dəfə danışdı, mən baxdım. Danışanız o Peyğəmbər dedi ki, ey qoca, ey ağsaqqal, dedi, bəli. Dedi, ətrafında olan daş, kəsək, ağac, hamı sənin bu halı bağladı. Görünən bu da səmimi deyirmiş. Səmimiyyət yeri dağladar, göyü dağladar. Səmimi danışırmış. Ondan sonra dedi, gəl sənə bir söz deyim, dedi, buyur. Dedi, hər gün sübh namazından sonra 10 dəfə bu zikri dinən. Dedi, nə zikirdir o? Subhanallah əl-azim və bihamdih və la havlə və la quvvətə illa billahil aliyyil azim. Sübh azanından sonra 10 dəfə bu zikirdir. Əgər bu zikridirsən, inşallah Allah sənin ömrümün son günlərində o xəstəliklərdən qoruyar. Dəli kimi dəli olmazsan, ağlın başında gedər. Saydı bir neçədən şey, o cürünə inşallah dünyavı deyişərsən. Qoca qayıtdı ki, ya Rasulallah, dedi, bəli, dedi, bu dünyam, ahirətim üçün də bir sözdür. Ona görə də səmimi kişiymiş, bu kimdirsə. Peyğəmbər baxdı, görüldü, bu elə dayanmır. Ondan sonra da bir zikirdə dedi ki, o zikir biraz böyüydü, saxladım. O zikir böyüydü. Ağsaqqallar xəbər göndərsə, birdən yazıb göndərirəm, müşkül yoxdur. O çıxdı, çıxandan sonra Peyğəmbər səhabələrinə dedi, buna əməl eləsə, cənnətin 8 qapısı hamısı açılacaq o üzrə. Hamısı açılacaq o üzrə. O halda da gəlib ömrünün dəyərini bilir. Nə olsun qocalmışam deyir. Qocalığımı daha keyfiyyətlə necə keçirdə biləm, onu dərd eləyib özünə. Yox, o insanlar ki, dərd eləməyib, ölüm mələyə gəldi. Bir dənə ayə deyirəm, can üstündə olanda, deyər, Rabbi irciuni, Allah mənə geri qaytararsan, indi nə sən eşidirsən onu, nə mən eşidirəm, o ruhu deyir. Ruhu deyir. Necə insan yatanda, yuxuda görürsən, öz yuxuda bəzi hadisələri görür. Mesela orada həm söhbət olur yuxuda kimlərlənsə, danışır yuxuda kimlərlənsə, yanındakı görmür ki, onun gördüklərini, yanındakı eşitmir ki, onun o həm söhbətini. O durandan sonra danışır da, mən yuxuda filan yerə getmişdim, filan kəslə danışırdım. Buradan qopub o aləmdə danışır da. İnsanın can üstə düşəndə, bax, bir dənə elə bir aləm açılır.
Başlayır orada danışmağa, sənin mənim xəbərim yoxdur. Çətin anlardır. Bəzi vaxtlar bu dünyada o bədəninə də sirayət edir. Görürsən bir nöqtəyə baxır, nəsə demək istəyir, hərəkət edir, tərpənir. Onu o an danışdıra bilsən, nələr danışar. Bir dənə moizə eləyər sənə ki, 70 il xətibin elədiyi xütbədən üstün olar. Görür, danışır. Görür, danışır. Oradadır ki, qayda. Rabbirciuni. Allah məni geri qaytar. Allahdan səda gələr. Nə üçün istəyirsən? Ləalli ə'məl salihən. Gedim salih işlər görüm. Fima tərəkt. Keçmişimdə o boş qoyduğum işlər ki var, etməmişəm. Gedim olanı ineyim, bərpa eləyim. Hələ mən buraya can deyim. Gedim salih əməllər eləyim. Cavab gəlir, kəllə innəha kəlimətun huvə qailuha. 3 dənə təfsir deyiblər bu söz haqqında. Kəllə innəha kəlimətun huvə qailuha. Danışır da, eləyən deyir bu. Danışır da, söhbət də deyir, çətinliyə düşüb deyənə deyir, mən qaytar, düzələcəm. O qədər dünyada çətinliyə düşdü ki, dedi, qaytar məni, bu çətinlikdən çıxart məni, düzələcəm, düzəlməyim. Mən bunu tanıyıram da. O qədər mənə vəd verib ki, bu. Qutardı. Nə qədər deyib qutardı. İndi də həmən adamdır. Mən bunu qaytarım, həmən adamdır. Bu bir izah. 2. Kəlla innəha kəlimətun huvə qailuha. Sözdür də deyir, kimdir onu qaytarana geriyə? Sanki Allah mələkləri deyir. Bu sözünə kimdir əməl eləyən? Hərdən olur, uşaq gəlir deyir, bunu istəyirəm, bunu istəyirəm, bunu istəyirəm. Ata cavab vermir. Ana deyir, alacaqsa deyir, söz də deyir. Kim deyir Allah ona? Bu danışsın. Allah sanki mələkə deyir, sözdür də deyir. Kim deyir, bunu dediyini əməl eləyən? Qoy otursun. 3. Təfsir. Kəlla innəha kəlimətun huvə qailuha. Gör kim danışır, Gör kim danışır. Bu danışır, dünyada istehza eləyirdi. Adam olar, namaz qılmaz, oruç tutmaz demirəm, amma tutmasın, qılmasın. Amma dahi namaz qılanı, oruç tutanı istehza eləməz. Nə ələ salırsan? Başına Quran qoyub ələ salırsan. Nə ələ salırsan? Niyə ələ salırsan? Nədir sənin canvun dərdi? Hə? Allah deyir, gör kim danışır, dünən istehza edirdiyini deyir, mənə qaytar geriyə. Getdi. Nə üçün qayıtmaq istəyirsən? Fima tərəktu. Tərk elədiyim pullar var, onları xərcləyim Allahın yolunda. Mən görmüşəm bəzi insanları, hərdən baxmışam, ilahə vərəb, bu doğrudan ayılmadı. Doğrudan ayılmadı. Dostunun cənazəsinin üstünə getdi, ayılmadı. Bundan imkanlı olan qəbrin üstünə getdi, ayılmadı. Milyonları öldü bunun gözün qabağında. Ayılmadı ki, ayılmadı. Bu özünə yığır, hələ işi yığmaqdır. Qoyub geyəcək. Orada deyir ki, canım sizə, qaytar məni geriyə, mən neyniyim? Gedim, onları xərcləyim Allahın yolunda. Sərf edə bilim düzgün yollara. Ya da budur deyirlər, fima tərəkdu. Bəzi əməllər ki, tərk eləmişəm, ya Rəbbəl aləmin, qayıdım onları bərpa edeyim. Qayıdım onları bərpa edeyim. 2 budur. 2 bu. Bunlar praktiki danışıram. Ümid edirəm ki, əməl eləyərik bu gecənin mühüm mövzularıdır da. 2 budur. Ömrünüzə diqqət. 1-cini dedim sizə. Neymətlər. 3-cü də budur. Günahlarını mütaliə eləmək deyirlər. Hətta ariflər deyir, günahlarını mütaliə elə. Mütaliə elə. Çalış, bu oyanış müvəqqəti olmasın. Mütaliə elə özü. Ayıl deyir. Nə mənada? Günahların haqqında bu gecə gətir zeyni və gör nələr eləmirsən bu gün necə. Hədisdə var, Allah bir nəfərin yaxşılığını istəsə, günahlarını xatırladar. Allah bir nəfərin xeyrini istəsə, günahlarını xatırladar. Əgər bir günahlarımız yadımıza düşürsə, deməli, nəsə bizə xeyir vermək istəyir, bərəkət vermək istəyir.
Mən bir hədis çıxdı qabağıma, deyir, mələklər insanın günahlarını götürüb aparır Allahın dərgahına, aparanda Allahın dərgahında ondan öncə gətirdiyi günahları görmür. Gedirlər səcdəyə, ya Rəbbəl aləm, bəs onlar hanı? Biz onları gətirmişdik. Allahdan cavab gəlir, mələikə. Düzdə etmişdilər, sən də gətirmişdin, söz onda deyil. Amma peşman oldular, sızıldadılar, gözyaşı tökdülər, qəlbləri sındı və mən sildim, daha yoxdur. Mən sildim, sizi də yaddan çıxardım da, yəni, da bitdi. Ənə əkrəmul əkrəmin. Mən kərim Allahım. Bir dənə də bu gecə üçün hədis deyim. Mən əhya leylətəl qədrğufrət ləhu zunubuh. Allah bütün günahlarını bağışlayır. Bu gecə əhya saxlasız. Ələl-xüsus bu gecə. Ələl-xüsus bu gecə. Bu gecənin qədrini bilmək. Bəli. Diqqətiniz bu mövzular olsun. Günahları mütaliə eləmək. Üstəgəl neymətlər, ömür. Çəkin diqqətinizi ora. Bu mövzulardan yayındırmayın. Gün ərzində bunlar haqqında düşünün. Vaxt ayırın özünüzə. Yoxsa əks təqdirdə insan qəflət çuxuruna düşəcək. Olacaq qafil. Qəflət aparacaq onu. İnsan gəlib bu gecə otursun, mənfilərini də baxsın. Hatta insanda bir xüsusiyyət var, yalnız müsbətlərini eşitmək istəyir, müsbətlərini görmək istəyir, mənfilərini yox. Amma mənfilərini görməsən, get-gedə o müsbət əməllərin də azalacaq, onlar da bitəcək, tükənəcək, onların da üstündən xət çəkiləcək, xarab eləyəcək o mənfilər onu. Qəflətdən müğayət ol. Quran buyurur, ləhum qulubun la yefqahuna biha. Ləhum qulubun la yefqahuna biha. Bəzilərinin qəlbi ölüb və ləhum ə'yunun la yubsiruna biha. Bəzilərinin gözü kör və ləhum azanun la yesməuna biha. Qulaqları kər, ulaikə kəl-ən'am bəlhum əzəl, ulaikə humul qafilun. Təəssüf olsun, insanlıqdan uzaq düşdülər, ali insan ola bilmədilər. Ulaikə humul qafilun. Onlar qafildilər. Qəflət insanı imkan vermir ki, hadisələrdən ibrət alsın. Qəflət imkan vermir ki, moizələrdən, nəsihətlərdən nəticə çıxartsın. Qəflət imkan vermir ki, qəlbi bugün Allahla ünsiyyət qura bilsin, müğayət olun. Elə ki, ayıldınız, qəflətdən özünüzü qoruyun. Qəflətdən özünüzü qoruyun. Daha sonra raqibət deyirlər, nəzarət elə özvə. 3 məsələyə diqqət və diqqət kifayət eləmir, nəzarət də elə. Nəzarət elə. Hədisdə var, İc'al min nəfsikə alə nəfsikə rəqibən. Özün özvə nəzarət elə, özün özvə. Özün özvə nəzarət elə. Həmişə deyirsən, məsələn, filan ki, sən mən nəzarət elə, o öz yerində özün də özvə nəzarət elə. Bir şəxs gəldi Peyğəmbərə, dedi, ya Rasulallah, neyniyə məhv olmayım, neyniyim bədbəxt olmayım, şəqi olmayım. Peyğəmbər buyurdu ki, dilvəyyə çıx. Yəni, nəzarət elə. Həm icraçı ol, həm nəzarət elə. Alimlər belə misal çəkilir, bir taxtanı kimi şarla kesirsən, həm bu işi icra edirsən, kesirsən, həm də eyni zamanda diqqətlisən ki, əlvi kesməyəsən. Həm icra, həm nəzarət. Oyandın, diqqətində bəzi mövzular, özvə də tamamən nəzarət elə. Həm icraçısan, həm nəzarətçi. Ayıq-sayıqsan. Ayıq-sayıqsan. Özünü qoruyursan.